Biz niyə xoşbəxt ola bilmirik biz qadınlar və yaxud da xoşbəxt ola bilmirik? Kim sadiqdir? Kim sözün düzün deyir? Kim pul xərc xəstəsi deyil? Kim daha çox sevir? Kim daha çox önəm verir? O insan həyatdan bədbəxt insandır. Xoşbəxt olmağın yolu istifadə eləməkdir. Çünki kişilər istifadə edilən də çox sevinirlər. Başa düşdünüz? Bir də gözünü açacaq ki, 100.000 pul xərcləyib, bəlkə yapışacaq, paçasından yapışan kimi ki, bu əldən getsə pulum da getdi. 500 manat xərcləsə sən onun üçün önəmli olmayacaqsan. Qıllar var, küçələrdə qalan qıllar, gündə birinin qucağında qüsul verənlər. Bizsiz onların niyə bəxti var? Çünki sağırlar, qı da olsalar əl çəkmirlər ki, mən sənə bu qədər pul buraxmışam, hara gedirsən? Bəxtəvər olmaq istəyirsən, sadiq olma, çox sevmə, düzgün olma. Düzgün insan bu həyatda ən bədbəxt insandır. Düzgün insan oldunsa kasıb olacaqsan, pulsuz qalacaqsan, bədbəxt olacaqsan, sevilməyəcəksən, heç nəyində olmayacaq bu həyatda.